Bugün Ormanda 99 gece oynuyoruz. Bu arada istediğiniz oyunlar varsa yorumlara yazın. Çekim. Dünən video atmaq yadımdan çıxıb. Onu da bağışlayın. Yakın bir yere dikemezsin. Ben de bir tane dikerim. Raycunumuz da var. Bu arada istediğiniz klas olsa deyin. Yığıb almağa çalışarım. Aha. Kestik, tamam. Bu tarafa doldurduk. Ne zaman ateşi yeşeldip geliyor. Dostlar, haritada düzelttim. Haritanı özüm düzelttim. Hiç kim kömək eləmədi. Tamam. Oh, sandık. Sandık. O taraftan da gedib fənərimizi götürərik. Hiç kim loot eləmir ya. Hamısı noobdur. Və bu neçə gün qalmışdı bilmirəm. Ama o birisi 2-3 gün güclə qalıb. Onu bilirəm. Konkret. Kömür də tapdıq. Xəritənin bir yerində kömür olur deyə birinci başlayanda. Mən ancaq odun qırdım. Böyle xəritə zatlı düzəltdim. Mənim işim çox idi. Heç biri kömək eləmədi. Oynamağı bilmirlər. Bədbəxt olmuşam bütün. Acızdığım da var. Şimdi biraz... Allah! Bismillahirrahmanirrahim. Allah! Bu arada oyunun sesini azalttım. Videoda ses çok çıksın deyini. Mikrofonum yoktu deyini. Sıkıntıdır. Bekle oğlum, sen sizi evcilleştirdim. Bu arada gene evcilleştirmeyi fikrim var. Oo, elimden yere düştü. Allah! Gözledik. Oo, ben gedirəm. Gedirəm mən, sənə bulaşmaq istəmirəm ki, ilk də birinci gün saldırmır onsuz. Neyse, çox oyan eləməyək. Şeylərik yoxsa. Bu nədir? Ateşi hiç kim qaldırmır. İndi ateş sönsə, geyik bizim üstümüzə gəlsə, xoşumuza gələr. Hiç kim için eləmir ya. Mal oturub gəzirlər ancaq. Allah. Dostlar, 20 dənə odun yığdım, tez bazar. Qaçdım, buldum. Deyəsən bu ölçü yatağı eləyim, yoxsa məncə bunu gəlişdireyim, ondan sonra bunu eləyim. Ondan sonra AFK base eləsəm, yoxsa nə də yox, onsuz həyatda zat qalmayacam. AFK base lazım deyil. Bir dənə bundan qoydum. Bir dənə yataq düzəltdim. İndi ortalıqda biraz gəzək görək. O birisi oyundan çıxdı, hə, çıxıb. Bu arada adım budur. İstəyən ata bilər. Hamısını qəbul edirəm. Qəbul elədiyimi deyənlər varsa, qəbul eləmədiyimi deyən varsa, birazdan arkadaşlıq listəmi göstərirəm, baxarsınız. Sen burada kime vurursan? Sen neylemeye çalışırsan ay canavar kardeş? Oyun bug'la dolu şey. Buna bak, kimsən vurmaq istəyir bu burada. Görsən kimi vurur deyən. Məni də vurmur, mənim də canım getmir heç. Şunqamın içində oyunlar var, bunu etləri qoymuşdum ben. Sen kimi vurmaq istəyirsən? Allahu Ekber. Gel. Hoppa. Duman hoppa. Oo, kurt çurtçu da çıxdı. Nice. Bir yanda tavşan ayak lazımdır. Ona görə tavşanlara ölüm. Yazığım gəlir bu tavşanlardan. Tavşan yerine toyuq da qoya bilərdiniz bu oyuna. Niye tavşan qoydunuz? Bu arada 7 aboneyim. Yes. Bunları yiyək. Burada yiyək. Kurt çurçumuz var zaten. Ona görə tavşan öldürme zamanı. Şak. O çıxdı. Cefdən böyük bir dənə çuval aldım. Geçer bir tane çuval. Kurt çurçundan ne götürüm? Bunu götürüyorum görürsün. Deyəm. Məncə bundan götürüm. Götürdüm getdi. Bundan heyvanları evcilleşdirə bilərim. Bir dəqiqə, canavara görə 2 dənə bu, yox 3 dənə bundan lazımdır.
3 tane de biftek lazımdır. Biftek de ancaq itləri öldürəndə düşür. Ona görə bol-bol it öldürmək lazımdır. Dostlar, çöldə gəzirəm, amma indi bir dənə sıxıntımız var, o da geyikdir. Amma mən bunlardan beləsinə şeylərdən qorxmuram, mənim sinif yoldaşlarım qorxur. Ona görə çox taxmıram, hamısı. Bir dənəsi 45 gün gedib, elə bilir 255 gün gedib. Özünü elə davranır. Bu arada mən odunları bu evdən götürmüşəm. Bir də bu ev beləsinə evlərə girməyin. Geyik içəri girə bilir. Bug olub oyunda. Geyik istədiyi kimi içəri girə bilir. Gözləsən 2 dəqiqə. CTRL-yə basanda açılır shift lock. Gəl. Hop! Zəhləm gedir də bundan. Gözünü işıq tutan kimi deyə qışqırır. Adamın bir avrı həyası olan. Deyəm işıq saldırısı. Vay canım benim ya. Oradan nə qəşəng dəstək olursan. Hə, bax işıq tut. Bəzi adamlar, bəzi youtuberlər belə şeyli. Bu geyiyə silahla vururlar. Öləcəm mən bu arada. Dalga getməyək yalandan. Bu geyiyə silahla vurmağa çalışırlar. Canım azdı deyəm 2 dəqiqə gözdə, qobunun şarjı dolsun buradadır. Tamam, gəl. Gəl də. Zəhləm gedir bu şeylərdən. Neyse, mən gələrəm sonra. Gəlin görüm bura. Ay, yuxarı çıxma da. İşik, yuxarı çıxma. Yuxarıdan gör kimi raycunla vuracaydım da mən. Gözləyin indi 2 dəqiqə. Uzatma. Tök uzatması. 2 dəqiqəyə hazır olur. Dostlar, uşağı kurtardım. Getdi. O birisi bizim adam da durub orada mal kimi aynonlar eləyir. Heç ateşi zadda qaldırmır. Ateşi 2 level idi mən şey eləyəndə. O nə tür olduğunu bilmirəm. Neyse, biraz bunlardan yiyək. İndi canavar evcilleşdirək. Bir dənə bu. Все, mən gedirəm, yaxşı. Lazer Lukas. Lukas deyə bir dənə youtuber var idi. Tavşan yollarında canavar lazımdır. Mən canavar adamım kardeşim. Gəl bura itim, gəl. Bu arada iti evcilleşdirdim. Elə bilirəm kayıt açıqdır. Kayıt açmaq istədim. Amma biraz işlər tərs getdi. Neyse, səni evcilleşdirdim. Noodle. Neyse, gəl. Gedək beyzə. Bizim adam çox çalışqan deyil ya. Bu nə tür adamdır? Allahım, tavşanları belə öldürmür. Uşaq. Gedib çıxıb ora. İndi mən buna nə deyim? Gəl, sən adını nə qoyum? Savaş makinası. Savaş makinası. Tamam. Sənin adın bundan sonra savaş makinasıdır. Sən qorxursan, Dinokit. Qorxursan bu etdən. Gəl. Fısa dur. Dinokit bu dəqiqə xəyallar dünyasındadır. Dinokit kaç burada yata bilərdi. Yəni, o birisi uşağın adı nədir? Krakendir deyəsən. Hə, Kraken, bu birisinin adı Kara indiba çocuk, bu Koala oğlan. Çox qəribə adları var. Dostlar, bura girmiş bulunmaqdayım. Amma və lakin bir dənə alfa kurtumuz arxamızdadır. Ona görə biraz sıxıntıdır. Bunu da evcilleşdirmək olmur. Yalandan evcilleşdirmək pozisyonunu alın. Öldü. Netiz. Alfa kurtlar mən bilən qocalı bir daha tez öldürmək olur. Elə bildim çıxıb. Elə bu. Arkada mən nə qədər itlərlə azaddan dalaşdım. Mən verən şeyə baxayım. Allahım, buna bax. Dün yaşlı səhər oldu. Mən bura girəndə axşam idi. Dostlar, indi bu bizə saldırıya gəlirlər. İndi elə bilirlər, udacaqlar. Bu bizim ilk saldırımızdır deyəsən. Galiba. Uşağı kurtarmışam. Bir dənə də yataq eləmişəm. 3 gün gedir. Yağış da bütün indi ateşi söndürəcək. %16 qaldı. Ondan sonra bu geyik çıldıracaq. Geyikin çıldırmış halından belə qorxmuram. O dərəcədə indi fikirləşin. Bu adam o qədər ərincəkdir ki, bu boyda adamlara vura bilmir. Ay, savaş maşinası, yavaş. Sinirlənmə. Ay da, cəmə savaş maşinası 30 duracaqdım. Savaş maşinası demək olar, həll elədik.
Neyse dostlar, burada da videomuzun sonuna gəldik. Bəlkə bu qalmaq istəyər. Bilmirəm, amma heç fikirləşmirəm bu qalmaq istəyəcəyini. Raycumuz olan hər şeyimi qoyacağım yerə. Baxın bunu. Başa bunu qoymayacağım deyəcəydim. Şaxa, ala. Bunu da ala. Promoy Raycunu götürür. Mən bilirəm də kardeşim, bu Raycun çox güclü bir silahdır. Bu da qoydu yerə. Neyse, bro, sağ ol. Salamat qal. Savaş maçası. Səni göndərim, getsən dostlarınla biraz doğuşan zat qovala. Neyse. Sabah ya da birazdan görüşərik. Bay bay.